Salam, əziz ulduz sevərlər, kainatın sirlərinə bələd olmaq istəyən dəyərli dinləyicilərimiz. Bugün 4 maydır. Baharın son ayının bu gözəl günündə ulduzlar bizə nələr vəd edir? Göy üzündəki planetlərin düzülüşü bugün daxili dünyamızda hansı fırtınaları qoparacaq və ya hansı hüzur dolu limanları bizə bəxş edəcək? Bugün həm maddi, həm də mənəvi cəhətdən çox kritik bir keçid dövründəyik. Enerjinizi doğru yönləndirmək üçün ulduzların səsini eşitməyə hazırsınızsa, gəlin bürclərin bugün üçün hazırladığı o dərin və maraqlı proqnozlara keçid edək. Qoç. Əziz qoçlar, bugün sizin üçün daxili gücünüzün və iradənizin sınağa çəkildiyi, lakin sonunda qalib gələcəyiniz bir gündür. 4 may tarixində Marsın enerjisi sizi hər zamankından daha təşəbbüskar edir. Səhər saatlarından etibarən üzərinizdə böyük bir iş yükü hiss edə bilərsiniz, lakin bu sizi qorxutmasın. Sizin təbiətinizdə olan o sönməz alov, ən çətin tapşırıqların belə öhdəsindən gəlməyə imkan verəcək. Xüsusilə iş mühitində rəhbərliklə olan münasibətlərdə diplomatik davranmağınız məsləhətdir. Haqlı olduğunuz yerdə belə səs tonunuzu qorumaq sizə daha böyük qazanclar gətirə bilər. Maddi mövzularda qəfil bir xərc çıxa bilər, lakin bu müvəqqəti bir durumdur. Sevgi həyatınızda isə tərəf müqabilinizlə olan kiçik anlaşılmazlıqları böyütməməli, əksinə onun hisslərini anlamağa çalışmalısınız. Bugün daxili səsini dinləyən qoçlar üçün günün sonu gözlənilməz bir sürprizlə bitə bilər. Özünüzə inanın, çünki bugün kainat sizin cəsarətinizi mükafatlandırmağa hazırdır. Axşam saatlarında qısa bir yürüyüş etmək başınızdakı qarışıq fikirləri təmizləmək üçün ideal olacaq. Buğa. Əziz buğalar, ad günlərinizin davam etdiyi bu möhtəşəm dövrdə 4 may sizin üçün əsl regenerasiya, yəni yenilənmə günü olacaq. Bugün Veneranın təsiri ilə həm fiziki gözəlliyinizə, həm də ətrafınızdakı estetikaya daha çox diqqət yetirəcəksiniz. Ola bilsin ki, uzun müddətdir təxirə saldığınız bir alış-verişi bugün reallaşdırasınız. Maddi mənada özünüzü təhlükəsizlikdə hiss etmək istəyiniz çox yüksəkdir və şanslısınız ki, ulduzlar bugün maliyyə axınını sizin tərəfinizə yönəldir. Karyeranızda sabitlik hökm sürür, lakin yaradıcı ideyalarınızı səsləndirməkdən çəkinməyin. Dostlarınızla münasibətdə bugün çox tələbkar ola bilərsiniz. Hər kəsin sizin qədər mükəmməliyyətçi olmadığını qəbul etmək gününüzü daha dinc keçirməyə kömək edər. Sevgi münasibətlərində isə dərinlik və səmimiyyət axtarırsınız. Subay buğalar üçün keçmişdən gələn bir xəbər və ya köhnə bir tanışlıq yenidən gündəmə gələ bilər. Sağlamlığınıza gəldikdə isə boğaz və boyun nahiyənizi qorumağınız, soyuq içkilərdən uzaq durmağınız məsləhətdir. Bugün hər addımınızda hüzur tapmağa çalışın, çünki yer üzünün enerjisi sizə dəstəkdir. Əkizlər. Əziz əkizlər, bugün sanki iki fərqli dünya arasında körpü qurursunuz. 4 mayda Merkuri sizə inanılmaz bir zehni sürət bəxş edir. Eyni anda bir neçə işi görmək qabiliyyətiniz bugün hər kəsi heyrətə salacaq. Lakin diqqətli olun, bu sürət bəzən vacib detalları qaçırmağınıza səbəb ola bilər. İş yerində informasiya mübadiləsi çox aktiv olacaq, e-maillər, telefon zəngləri və görüşlər gününüzün böyük hissəsini tutacaq. Sosial mühitdə isə parlayacaqsınız, yumor hissiniz və maraqlı hekayələrinizlə hər kəsin diqqət mərkəzində olacaqsınız. Şəxsi həyatınızda biraz tərəddüdlər yaşaya bilərsiniz. Qərar verməkdə çətinlik çəkdiyiniz mövzularda yaxın bir dostunuzun məsləhəti qızıl dəyərində ola bilər. Maddi olaraq ehtiyatlı davranmalı, xüsusilə internet üzərindən etdiyiniz ödənişlərdə diqqətli olmalısınız. Axşam saatlarında tək qalmaq, kitab oxumaq və ya musiqi dinləmək zehninizi sakitləşdirmək üçün vacibdir. Unutmayın ki, sizin ən böyük gücünüz adaptasiya ola bilməkdir və bugün bu bacarıq sizə çox lazım olacaq. Xərçəng. Əziz xərçənglər, bugün emosional dünyanızda qabarma və çəkilmələr yaşaya bilərsiniz. Ayın bugünkü mövqeyi sizin ailə və ev mühitinə olan bağlılığınızı daha da artırır. 4 mayda köhnə xatirələr, uşaqlıq illəri və ya keçmişdə qalan dostlar zehninizi məşğul edə bilər. Bu negativ bir durum deyil, əksinə keçmişlə hesablaşıb gələcəyə daha təmiz bir addım atmaq üçün fürsətdir. Karyera sahəsində isə intuisiyanız sizi heç vaxt olmadığı qədər düzgün yönləndirəcək.
Bir işin uğurlu olub olmayacağını hələ o iş başlamadan hiss edəcəksiniz. Şəxsi münasibətlərdə partnyorunuzun sizə daha çox qayğı göstərməsini gözləyə bilərsiniz. Hisslərinizi açıq şəkildə ifadə etsəniz, gözlədiyiniz o sevgini artıqlaması ilə alacaqsınız. Sağlamlığınızda isə həzm sisteminizə diqqət etməlisiniz. Ağır yeməklərdən qaçın və bol su için. Bugün evinizdə kiçik bir dəyişiklik etmək və ya bir otağı bəzəmək enerjinizi inanılmaz dərəcədə yüksəldəcək. Siz qayğı göstərdikcə kainat da sizə qayğı göstərəcək. Şir. Əziz şirlər, bugün ulduzlar sizin parlaqlığınızı daha da artırmaq üçün əlbir olublar. 4 mayda özünüzü həqiqi bir lider kimi hiss edəcəksiniz. Günəşin enerjisi daxili motivasiyanızı o qədər yüksəldəcək ki, qarşınıza qoyduğunuz hər bir hədəf sizə çox asan görünəcək. İş həyatında yeni və böyük layihələrin startı üçün mükəmməl gündür. Əgər bir təqdimatınız və ya çıxışınız varsa, natiqlik bacarığınızla hər kəsi valeh edəcəksiniz. Maddi mənada isə xərclərinizə nəzarət etmək çətin ola bilər. Lüksə və keyfə olan meyliniz büdcənizi biraz sarsıda bilər, ona görə də biraz təmkinli olun. Sevgi həyatınızda böyük bir canlanma gözlənilir. Əgər münasibətiniz varsa, partnyorunuzla birlikdə unudulmaz bir gün keçirə bilərsiniz. Subay şirlər üçün isə gözlənilməz bir mühitdə yeni bir tanışlıq ehtimalı çox yüksəkdir. Sağlamlığınızda kürək və onurğa nahiyənizə diqqət yetirin, ağır yüklərdən qaçın. Bugün özünüzü sevmək və şımartmaq üçün ideal vaxtdır, çünki siz buna layiqsiniz. Qız. Əziz qızlar, bugün sizin üçün planlı və məhsuldar bir gündür. 4 mayda xaosdan uzaqlaşmaq və hər şeyi öz yerinə qoymaq istəyi ilə dolusunuz. İş yerində hər kəs sizin köməyinizə ehtiyac duyacaq, çünki ən mürəkkəb problemləri sadələşdirə bilən yeganə bürc sizsiniz. Detallara olan bu fokusunuz rəhbərlik tərəfindən yüksək qiymətləndirilə bilər. Lakin özünüzə qarşı çox tənqidi olmaqdan çəkinin, mükəmməl olmasa belə gördüyünüz iş çox dəyərlidir. Maddi məsələlərdə qənaət rejimini davam etdirirsiniz və bu yaxın gələcəkdə sizə böyük bir rahatlıq gətirəcək. Şəxsi münasibətlərdə kiçik xırdaçılıqlar etmək tərəf müqabilinizi biraz yora bilər, ona görə də bəzən hər şeyi axışına buraxmaq daha xeyirlidir. Sağlamlıq mövzusunda isə stressdən qaynaqlanan baş ağrılarına qarşı diqqətli olun, təmiz hava və qısa istirahət fasilələri sizə kömək edəcək. Bugün təmizlik və nizam sizə hüzur gətirəcək, həm evinizdə, həm də fikirlərinizdə. Tərəzi. Əziz tərəzilər, bugün həyatınızın hər sahəsində ədalət və gözəllik axtarışındasınız. 4 mayda Veneranın yumşaq enerjisi sizi daha ünsiyyətcil və mehriban edir. İnsanlar arasında vasitəçilik etmək, münaqişələri həll etmək bugün sanki sizin missiyanızdır. İş həyatında komanda işləri üçün çox uğurlu bir gündür, həmkarlarınızla harmoniya içində işləyəcəksiniz. Şəxsi həyatınızda isə biraz qərarsızlıqlar yaşaya bilərsiniz, hər və ya yox demək arasında qalmaq sizi yora bilər. Bu zaman qəlbinizin səsinə qulaq asmaq ən doğru yoldur. Maddi mənada biraz bədxərclik edə bilərsiniz, xüsusilə incəsənətə və ya öz baxımınıza dair xərclər arta bilər. Sevgi həyatınızda romantik anlar, şam yeməyi və ya səmimi etiraflar gözlənilir. Sağlamlığınızda böyrək nahiyənizə və su qəbuluna diqqət yetirməlisiniz. Bugün hər kəsə gülümsəyin, çünki sizin təbəssümünüz ətrafınızdakı dünyayı daha gözəl bir yerə çevirir. Əqrəb, əziz əqrəblər, 4 may sizin üçün sirli və dərin bir gündür. Bugün hər zamankından daha intuitiv və uzaq görənsiniz. Baş verən hadisələrin pərdə arxasını görmək qabiliyyətiniz sizə iş həyatında böyük bir üstünlük qazandıracaq. Rəqiblərinizin və ya sizinlə rəqabət aparanların planlarını əvvəlcədən duyacaqsınız. Şəxsi həyatınızda ehtiras və emosiyalar pik həddə çatacaq. Sevdiyiniz insana qarşı çox qısqanc və ya qapalı ola bilərsiniz. Unutmayın ki, inam münasibətin təməlidir. Maddi məsələlərdə gözlənilməz bir borcun bağlanması və ya miras, sığorta kimi mövzulardan gələn gəlir sizi sevindirə bilər. Sağlamlığınızda cinsi sistemə və uroloji mövzulara qarşı biraz həssas ola bilərsiniz. Bugün gizli qalmış istedadlarınızı üzə çıxarmaq üçün də əla zamandır.
Daxili gücünüzü kəşf edin və ondan qorxmayın, çünki o güc sizi ən zirvələrə daşıyacaq. Ox atan, əziz ox atanlar, uzaq yollar və yeni üfüqlər sizi səsləyir. 4 mayda Yupiterin genişləndirici enerjisi sizi qəfəsdən çıxan bir quş kimi hiss etdirəcək. Əgər təhsil alırsınızsa və ya xarici dillərlə maraqlanırsınızsa, bugün inanılmaz irəliləyişlər edə bilərsiniz. İş həyatında rutin işlərdən bezə bilərsiniz, buna görə də özünüzə yeni və maraqlı bir məşğuliyyət tapmağa çalışacaqsınız. Səyahət planları qurmaq və ya bilet almaq üçün çox uyğun bir gündür. Dostlarınızla olan münasibətlərdə hər zamanki kimi səmimi və dürüstsünüz, lakin bəzən doğruları deyərkən qarşı tərəfi incitməməyə çalışın. Maddi mənada şans sizin tərəfinizdədir, kiçik qazanclar və ya hədiyyələr ala bilərsiniz. Sağlamlığınızda qaraciyərinizi qorumağınız, yağlı yeməklərdən uzaq durmağınız məsləhətdir. Günün sonunda özünüzü çox enerjili hiss edəcəksiniz, bu enerjini idmanla və ya rəqslə dəyərləndirə bilərsiniz. Oğlaq. Əziz oğlaqlar, bugün sizin üçün məsuliyyət və intizamın ön planda olduğu bir gündür. 4 may tarixində Saturn sizi ciddi qərarlar verməyə sövq edir. Karyeranızda uzun müddətli hədəflərinizə fokuslanmısınız və bugün atacağınız hər bir addım o hədəfə aparan pilləkənin bir hissəsidir. İş mühitində sizin avtoritetiniz hər kəs tərəfindən qəbul ediləcək. Şəxsi həyatınızda biraz soyuqqanlı davrana bilərsiniz. Yaxınlarınız sizin diqqətinizə ehtiyac duyur, onlara qarşı biraz daha emosional olmağa çalışın. Maddi mənada investisiya planları qurmaq və büdcə analizi etmək üçün ən yaxşı vaxtdır. Sağlamlıq mövzusunda sümüklərinizə, dişlərinizə və oynaqlarınıza diqqət yetirin, kalsium qəbulunu artırın. Bugün çox çalışa bilərsiniz, lakin yorğunluğun sizi ruhdan salmasına icazə verməyin. Gələcəkdəki böyük uğurlarınızın təməli məhz bugün atılır. Dolça. Əziz dolçalar, bugün sizin üçün tamamilə azadlıq və yaradıcılıq günüdür. 4 mayda Uranın qeyri-adi enerjisi sizi standartlardan uzaqlaşdıracaq. Ola bilsin ki, bugün hər kəsin qəribə qarşılayacağı bir fikir irəli sürəsiniz, lakin zamanla bu fikrin nə qədər dahi olduğunu hər kəs anlayacaq. Sosial layihələrdə və ya dostluq qruplarında aktivliyiniz artacaq. Yeni və maraqlı insanlarla tanış ola bilərsiniz. Maddi mənada texnologiyaya və ya hobbilərinizə xərclər edə bilərsiniz. Sevgi həyatınızda isə tərəf müqabilinizlə olan dostluğunuzun sevgidən daha vacib olduğunu hiss edəcəksiniz. Birlikdə intellektual mövzularda söhbət etmək sizi daha çox yaxınlaşdıracaq. Sağlamlıq cəhətdən qan dövranına və ayaq nahiyənizə diqqət yetirməyiniz məsləhətdir. Gələcəyə olan ümidləriniz bugün daha da möhkəmlənəcək. Özünüzə məxsus olmağın dadını çıxarın. Balıq, əziz balıqlar, bugün sanki bir xəyal dünyasında gəzirsiniz. 4 mayda Neptunun təsiri ilə mənəviyyatınız çox yüksəkdir. Dualar, meditasiya və ya daxili söhbətlər üçün ən uyğun zamandır. Yaradıcı işlərlə məşğul olan balıqlar üçün bugün ilham pərləri iş başında olacaq. İş həyatında biraz dalğın ola bilərsiniz, ona görə də vacib sənədləri bir neçə dəfə yoxlamağınız yaxşı olar. Şəxsi münasibətlərdə fədakarlıq etməyə çox meyillisiniz, lakin diqqətli olun ki, öz haqqınızın tapdanmasına yol verməyin. Maddi mövzularda dumanlı bir mühit ola bilər, böyük qərarları sabahki günə saxlamaq daha məqsədə uyğundur. Sağlamlıqda isə ayaq ağrılarına və ya allergik reaksiyalara qarşı diqqətli olun. Ruhunuzu dinləyin, o sizə bugün ən doğru yolu göstərəcək. Dünyanın səs-küyündən biraz uzaqlaşıb daxili hüzurunuzu tapmağa çalışın. Bəli, əziz dostlar, 4 may tarixi üçün bürclərin bizi hazırladığı xəritə bu cür idi. Ulduzlar bizə istiqamət göstərir, amma həyatımızı rəngləyən və o yolda irəliləyən biz özümüzük. Ümid edirəm ki, bugün hər biriniz üçün hüzur, sevgi və uğur dolu olar. Mənfi enerjiləri özünüzdən uzaq tutun, kainatın səsini eşitməkdən qorxmayın. Gözəlliklər hər zaman yanınızda olsun. Növbəti astroloji görüşümüzə qədər özünüzə yaxşı baxın, ulduzlarla qalın.